Hər kəs deyir ki, kitab oxumaq lazımdır. Amma heç kim soruşmur ki, niyə oxumaq istəmirsən? Vaxtım yoxdur deməyək, gəl dürüst olaq. Kitab oxumaq istəmirsən, çünki kitab səni dayandırır. Bu sürətli həyatda ekranların içində qaçmağa öyrəşmişik. Kitabı açanda isə qaçış dayanır. Səhifələrlə baş-başa qaldığın o an əslində özünlə baş-başa qaldığın andır. Biz kitabdan yox, o səssizlikdə eşidəcəyimiz öz fikirlərimizdən qorxuruq. Çünki kitab bizə sual verir. Sən kimsən və hara qaçırsan? Ehtiyac duymamaq isə başqa bir məsələdir. Əgər bir insan yeni bir dünyaya, başqa bir ruhun pıçıltısına ehtiyac duymursa, deməli o öz içində çoxdan susub. Kitab sadəcə vərəq deyil, o sənin heç vaxt gedə bilməyəcəyin yerlərə açılan bir qapıdır. Bəlkə də oxumaq istəmədiyin o kitab sənin ən çox ehtiyac duyduğun cavabdır. Sadəcə qapağını açmağa cəsarət lazımdır. Sən qorxursan, yoxsa həqiqətən ehtiyac duymursan?